Gel gel varam gel gel ceylanım gel. Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə klassik musiqi gecəsi təşkil olunub. Muzeyin direktor müavini Leyla Əliyeva çıxış edərək tədbirin əhəmiyyətini qeyd edib. Daha sonra Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev qonaqları Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibətilə təbrik edib. Səfir Azərbaycan ilə Gürcüstan arasında mövcud olan yüksək səviyyəli dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edib, mədəni humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Musiqi gecəsi maraqlı konsert proqramı ilə davam edib. Azərbaycandan gəlmiş Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Bakı Musiqi Akademiyasının tələbələri Üzeyir Hacıbəylinin əsərlərindən parçalar ifa ediblər. İstedadlı gənclərin təqdim etdiyi klassik musiqi nümunələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Demlere gülü sağsa, sevgi dastansa. Cennetim daraba, zeynetim daraba. Demlere gülü sağsa, sevgi dastansa. Bugün çox sevinçli bir gündür. Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Axundov adına muzeydə həyata keçirilən möhtəşəm bir tədbir təqdim edilmiş oldu. Mən doğrudan da bu gün çox fəxarətliyəm, çünki rəhbəri olduğum Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin istedadlı yetirmələri, eyni zamanda Bakı Musiqi Akademiyasının və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin istedadlı şagirdləri və tələbələri ilə birgə Üzeyir Hacıbəylinin əsrarəngiz əsərlərindən, eyni zamanda da dünya klassik musiqi mədəniyyətinin bir-birindən gözəl incilərinin yer aldığı bir konsertdə iştirak etmiş oldular. Bugün bizim Gürcüstanda Dünya Azərbaycanlıların Həmrəylik gününə və Üzeyir Hacıbəylinin, dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsertimiz çox yüksək uğurla başa çatdı və bu konsertimizdən o qədər yüksək əhval-ruhiyyədəyik ki, Gürcüstan mənim əslində ikinci evimdir. Mən tez-tez özüm və tələbələrim burada çıxış edirik, mədəniyyətimizi təbliğ edirik, musiqi mədəniyyətimizi, rəqslərimizi, muğamımızı, vokal musiqimizi. Sonda gənc ifaçılar xüsusi sertifikatlar və hədiyyələrlə təltif ediliblər.